ASTV İqtisadiyyat davam etdirir. Studiyada mənəm Sədaqət Süleyman. 1994-cü ildə imzalanan əsrin müqaviləsi çərçivəsində istismar olunan Azəri Çıraq Günəşli Yataqlar bloku neft yatağı kimi tanınsa da artıq burada qaz quyuları da qazılıb və hasilata başlanılıb. Bu vaxta dək də Azəri Çıraq Günəşlidən qaz əldə olunurdu, lakin yalnız neftlə bərabər çıxarılan səmt qazı. İndi isə Azəri Çıraq Günəşlinin yeni dövrü başlayır. Bu dövrün adı sərbəst qaz hasilatı dövrüdür. Yataqlar blokunda qaz ehtiyatları nə qədərdir? Bu haqda sujetimiz var, izləyək. Azəri Çıraq Günəşli Yataqlar blokunda mövcud neft laylarının altındakı dərin qatlardan ilk sərbəst təbii qaz istehsalına başlanılıb. Hələlik yalnız bir quyudan hasilat aparılır. İlk quyu həm də yataqdan əldə ediləcək yeni məlumatlar əsasında növbəti quyuların işlənməsinə dair qiymətləndirmə rolunu oynayır. Bizim operator olaraq hesablamalarımıza görə Azəri Çıraq Günəşlində sərbəst təbii qaz ehtiyatları 4 trilyon kub futatək və bunun da hətta 6 trilyon kub futatək artmaq imkanı olaraq qiymətləndirilir ehtiyatlar. Hələlik ki bir quyudan əməliyyatlar başlayıb, hasilat əməliyyatları, buna biz ilkin hasilat quyusu deyirik. Bu vaxta qədər AÇQ-dən təxminən 65 milyard kubmetrə yaxın qaz hasil edilib. Lakin bu hasilat neftlə bərabər çıxan səmt qazının tutulması hesabına olub. Xatırladaq ki, AÇQ üzrə mövcud hasilatın pay bölgüsü sazişinə 2024-cü ildə əlavə imzalanıb. Həmin əlavə təbii qazın hasilatı ilə bağlı hüquqi bazanı tənzimləyib və sazişin müddəti 2049-cu ilə qədər uzadılıb. Əli Rızayev, Elnarə Həsənova, ASTV İqtisadiyyat. Azərbaycandan tədarük edilən təbii qazın ümumi həcmi Bolqarıstanın illik istehlakının 60%-dən çoxunu təşkil edir. Bu barədə Bolqarıstanın Energetika Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bolqarıstan və Azərbaycanın dövlət şirkətləri arasında bağlanmış uzunmüddətli müqavilə çərçivəsində Bolqarıstan daxili istehlak üçün təbii qaz tədarükünün əhəmiyyətli hissəsini təmin edir və bu həcmin bir hissəsi qonşu ölkələrin bazarlarına paylanılır. Buna görə də Azərbaycan həm Bolqarıstan, həm də qonşu ölkələrimiz üçün etibarlı və mühüm tərəfdaş sayılır. Xatırladaq ki, Azərbaycan qazı Bolqarıstana Cənub qaz dəhlizi və Yunanistan-Bolqarıstan interkonnektor vasitəsilə tədarük edilir. 2013-cü ildə 25 il müddətinə imzalanmış saziş ildə 1 milyard kubmetr qazın nəqlini nəzərdə tutsa da, sonradan artan tələbat nəticəsində ötən il tədarük həcmi 1,93 milyard kubmetrə çatdırılıb. Müasir dünyada enerji təhlükəsizliyi, yaşıl keçid, alternativ enerji mənbələrinin inkişafı və beynəlxalq enerji əməkdaşlığı qlobal siyasətin ən mühüm istiqamətlərindən birinə çevrilib. Paytaxtda keçirilən Bakı Enerji Həftəsinin bugün sonuncu günüdür. Ətraflı məlumatları birbaşa bağlantıda olan əməkdaşımız Gülşanə Mahmudova çatdıracaq. Gülşanə, buyurun, söz sizdədir. Hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi bu günlərin Bakı Enerji Həftəsinin 3-cü günüdür, yəni sonuncu günüdür. Bugün də deməli burada müxtəlif panellər təşkil olundu və müxtəlif mövzular müzakirə olundu. Əsas mövzulardan biri isə dam örtüyündə günəş enerji potensialının xərcləşdirilməsi istiqamətində oldu. Ümumiyyətlə müzakirələrdən hansı nəticələrə gəlindi? Bununla bağlı bizə ətraflı məlumatı Azəri İşıq Açıq Səhmdar Cəmiyyətinin müşaviri Araz Məmmədov ətraflı məlumat verəcək. Damışlı günəş panellərinin gələcəkdə də sayının artırılması imkanlarına baxıldı. Əsas nəticələr bundan ibarətdir ki, Azərbaycanın daha çox yaşıl enerji potensialı var və damışlı günəş sistemləri, kiçik, orta və böyük həcmli günəş sistemləri ümumiyyətlə 2035-ci ilə qədər Azərbaycanın yaşıl enerji potensialının 18%-ni təşkil edir. Təşəkkür edirəm. Bir informasiyanı da diqqətinizə çatdırım ki, deməli Bakı Enerji Həftəsi çərçivəsində yerli şirkətlərlə yanaşı 45 ölkədən müxtəlif beynəlxalq şirkətlər də burada təmsil olunurdu. Mənim sizə çatdırmaq istədiklərim bu qədər. Söz yenidən sizdədir. Təşəkkür edirik Gülşənə, davam edirik. Bu il iyunun 1-də Azərbaycanda pul bazası 24 milyard 105,6 milyon manat təşkil edib. Mərkəzi Bankdan verilən məlumata görə bu mayın 1-i ilə müqayisədə 3,4% çoxdur. Bununla belə ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,3%, son bir ildə isə 16,85% artıb.
İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılacaq. Bu, Milli Məclisin Əmək və Sosial Siyasət və İnsan Hüquqları Komitəsinin birgə iclasında müzakirəyə çıxarılan Mənzil məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən məskunlaşdırma fondunun yaşayış sahələri məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə daimi yaşayış sahələrinə köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi üçün nəzərdə tutulur. İndi isə əmtəə bazarlarındakı rəqəmlərə nəzər salaq. Diqqət monitorlara və monitorlarda əks olunan qiymətlər deməyə əsas verir ki, Brent və WTI markalı hər iki neftin qiymətində artım var. Ayrı-ayrı rəqəmlər üzrə desək, Brent markalı neft 2,28%, WTI markalı neft isə 2,60% yüksəlib. Azerlight markalı neft isə bir qədər ucuzlaşıb, belə ki 2,77% azalma qeydə alınıb. Təbii qazın qiymətində isə artım var, 2,49%. Qızıl və gümüş isə bir qədər ucuzlaşıb. Daha dəqiq rəqəmlərlə ifadə etsək, qızılın qiyməti 0,65%, gümüşün qiyməti isə 0,93% azalıb. Alüminium qiyməti isə bahalaşıb. Hazırda London metal birjasında 1 ton alüminium 3734 dollara ticarət olunur. Bu göstərici son 4 ilin ən yüksək səviyyəsi sayılır. Qiymət artımı yaxın şərqdəki münaqişədən qaynaqlanan risklər səbəbindən təchizatla bağlı yaranan yeni narahatlıqlarla əlaqələndirilir. Hörmüz boğazının bağlanması Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin təxminən 6,2 milyon ton təşkil edən illik alüminium istehsalı və ixracını risk altında qoyur. Boğaz vasitəsilə alüminium ixracının 80% bu üç ölkənin payına düşür. Qeyd edək ki, alüminium avtomobil, təyyarə və tikinti materiallarının istehsalında istifadə olunur. Müharibə başlayandan bəri isə alüminiumun qiyməti 18%-dən çox artıb. İndi isə valyuta bazarlarındakı göstəricilərlə davam edirik. Diqqət monitorlara. Avro-dollar cütlüyü ilə başlayaq. Avro-dollara qarşı bir qədər zəifləyib 0,15%. Funt sterling dollar cütlüyündə də bir qədər zəifləmə qeydə alınıb. Burada da funt sterling öz mövqeyini bir qədər zəiflədib 0,16%. Dollar isə həm Türk lirəsinə, həm də Rus rubluna, eyni zamanda Çin yuanına qarşı mövqeyini möhkəmləndirib. Ayrı-ayrı rəqəmlərlə ifadə etsək, Türk lirəsinə qarşı 0,8%, Rus rubluna qarşı 0,36%, Çin yuanına qarşı isə 0,14% artıb. Manatla davam edirik. Azərbaycan manatı dollara nisbətdə sabitliyini qoruyub, saxlayıb. Avroya nisbətdə isə bir qədər ucuzlaşıb. Eyni zamanda Rus rubluna qarşı da eyni tendensiya müşahidə edilir. Türk lirəsi isə öz sabitliyini qoruyub, saxlayıb. Çin yuanına qarşı da azalma qeydə alınıb. Kripto bazardakı vəziyyətin də diqqətinizə çatdırmaq istəyərdik. Hər üç kriptovalyuta üzrə ucuzlaşmanı biz görürük. Ayrı-ayrı rəqəmləri də ifadə edək. Bitcoin 3,37%, Ethereum 4,90%, Binance Coin isə 5,33% azalıb. Amerika Birləşmiş Ştatları Maliyyə Nazirliyi İranın 4 kriptovalyuta birjasına qarşı sanksiyalar tətbiq edib. Xarici medianın məlumatına görə məhdudiyyətlər Nobitex, Valix, Bitpin və Ramzinex platformalarını əhatə edir. Amerika Birləşmiş Ştatları hakimiyyət orqanlarının iddiasına görə bu birjalar beynəlxalq sanksiyalardan yayınmaq məqsədi ilə istifadə olunub. İndi isə qlobal fond bazarındakı mənzərəni diqqətinizə çatdıraq. S&P 0,13% artıb, Dow Jones'da da artım qeydə alınıb 0,45%, Nasdaq'da da artım var 0,3%.
DAX və FİTSE 100-də isə azalma qeydə alınıb. Ayrı-ayrı rəqəmlərlə ifadə etsək 0,92% və 0,25% azalma qeydə alınıb. Nikkei 225-də isə bir qədər artım var, 2,61%. Səhim bazarındakı vəziyyətlə də tanış olaq. Rəqəmlərə diqqət yetirdikdə aydın olur ki, burada həm azalma, həm də artım var. Apple və Tesla'nın səhimləri ilə başlayaq. Hər iki səhimlər dəyər artırıb. Apple'ın səhimləri 2,90%, Tesla'nın səhimləri isə 2,89% dəyər qazanıb. Amazon, Microsoft'da isə azalma var. Amazonda 1,81%, Microsoft'da isə 4,17% azalma qeydə alınıb. Nvidia'da da həmçinin azalma qeydə alınıb 0,69%. Amerika Birləşmiş Ştatlarının aerokosmik şirkəti SpaceX ilkin kütləvi təklif çərçivəsində təxminən 75 milyard dollar investisiya cəlb etməyi planlaşdırır. Reuters'in məlumatına görə şirkət investorlara təxminən 555,6 milyon dollar səhim təklif etməyi nəzərdə tutub ki, bu da hər səhim üçün təxminən 135 dollar edir. Bu parametrlərə SpaceX-in dəyəri 1,75 trilyon dollara çata bilər. Artıq potensial investorlarla bir sıra görüşlər üçün hazırlıqlara başlanılıb. Amerika Birləşmiş Ştatları ilə Çin arasında rüsum müharibəsi səngiyir. Amerika Birləşmiş Ştatlarının ticarət nümayəndəliyinin ofisinin bəyanatına görə ötən ay iki ölkə liderləri tərəfindən razılaşdırılmış ABŞ-Çin ticarət və bazar çərçivəsi ilə bağlı ictimai rəy prosesinə başlanılıb. Təşəbbüs müəyyən mal kateqoriyaları üzrə qarşılıqlı rüsumların azaldılmasına gətirib çıxara bilər. Müqavilə tərəflərin təxminən 30 milyard dollar dəyərində potensial mal siyahısına aiddir və bu malların ticarəti milli təhlükəsizliyə xələl gətirmədən genişləndirilə bilər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı yaxın şərqdəki müharibənin təsirləri səbəbindən qlobal iqtisadi artımın həm bu il, həm də gələn il kəskin şəkildə yavaşlayacağını proqnozlaşdırır. Yaxın Şərqdəki gərginlik qlobal iqtisadiyyatın dayanıqlılığını sınayır. Bu açıqlama ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı çıxış edib. Bildirilib ki, münaqişənin müddəti və miqyası ilə bağlı qeyri-müəyyənliklər davam edir. Müharibə bitdikdən sonra belə zədələnmiş infrastruktur və nəqliyyat yollarının bərpası, dünya miqyasında təchizat zəncirlərinin normal vəziyyətə gətirilməsi aylar çəkəcək. Bütün bunlar iqtisadiyyata bir müddət təzyiq göstərəcək. Xüsusilə Körfəz ölkələrində neft, mayeləşdirilmiş təbii qaz və kənd təsərrüfatı məhsullarındakı qiymət artımı bir çox ölkədə inflyasiyaya təzyiq yaradır. Yaxın Şərqdə münaqişə səbəbindən bəli, bu qlobal iqtisadi artımın zəifləməsi proqnoz edilir. Yəni bu inflyasiya yaradacaqdır, logistika, enerji qiymətlərində, bu logistikada, daşımalarda çətinliklər, istehlakı azaldacaqdır, riskləri artırdığından və gəlirləri azaldığından investisiyalar azaldacaqdır və nəticədə qlobal iqtisadi artım tənəzzülə gedəcəkdir. Amma bunun miqyası nə qədər olacaq? Bu münaqişənin müddətindən, coğrafiyasından asılıdır. Yəni coğrafiyası genişlənirsə, müddət uzanarsa, bu da daha çox olacaq. Əks halda hesab eləmək olar ki, indiki proqnoz səviyyəsində qalacaq. Analitiklərin fikrincə qlobal iqtisadi artım bu il 2,8%-ə qədər yavaşlayacaq. 2027-ci ildə yenidən 3,1%-ə yüksələcək. G20 ölkələrində inflyasiyanın 3,4%-dən 4%-ə yüksələcəyi, daha sonra isə 2027-ci ildə 3,1%-ə qədər yavaşlayacağı proqnozlaşdırılır. Davamlı atəşkəs əldə edilərsə və enerji qiymətləri daha da aşağı düşərsə, qlobal iqtisadi artım yüksək olacaq. Elnura Hüseynli, Lalə Məmmədova, ASTV İqtisadiyyat.